əməliyyatdan sonra əyri görmə maraqlı sualdır. Məncə bundan çox danışmamışıq bu mövzu ilə əlaqədar. Əməliyyatdan sonra əyri görmə çox fərqli səbəblərdən olur. Ağlıma gələnləri sadalayacağam, yəni ağlıma gəldiyi ardıcıllıqla. Əyri görmələr əsas səbəbi ilə göz dibi, torlu qişaya bağlı olur. Əsas səbəbi ilə. Ən çox da makulopatiyalarda, makula dəyişikləri. Ən çox sayı olaraq onlarında AMD dediyimiz yaşa bağlı makula degenerasiyası xəstəliyi var. Yaşlı adamlarda olur, yaşı 60 keçmiş insanların ortalama 30%-ində bu xəstəlik olur. Türklər ona sarı nöqtə xəstəliyi deyirlər. Sarı nöqtə xəstəliyi olan hallarda belə əyri görmə, yəni düz xətləri əyilmiş görmə və ya təhrif olunmuş görmə olur. Bəzən həkimlər aldana bilir. Nə barədə? Xəstə gəlir, xəstənin kataraktası var. Kataraktası olduğuna görə xəstə görmür, çox bərbad görür. Ancaq əl neçə barmaqdır? 3 barmaq, 5 barmaq, yəni 20-30 santimetrdə. Və kataraktası çoxdur deyə biz gözün dibini, retinanın vəziyyətini dəyərləndirə bilmirik, müayinə edə bilmirik. Deyirik ki, sizdə mirvari suyu var. Mirvari suyu əməliyyat olunmalıdır. Tamam doktor, mirvari suyu əməliyyat elədik, əməliyyatdan sonra necə olacaq? Deyirik ki, mirvari suyu xaricində bir probleminiz yoxdursa əgər, görməyiniz yaxşı olacaq. Ona görə cümləni bu şəkildə qururuq. Mirvari suyu xaricində bir probleminiz yoxdursa əgər, o zaman görməyiniz yaxşı olacaq. Əməliyyat elədin, mirvari suyu əməliyyatı çox mükəmməl oldu. Deyirsən ki, hər şey super olacaq, sabah xəstə gəlir. Əməliyyatın mükəmməl keçməyinə baxmayaraq, doktor, yaxşı görmürəm və ya əyri-üyrü görürəm. O zaman işin ikinci hissəsi. Demək ki, bizim mirvaridən başqa da problemimiz var imiş. Əvvəllər mirvari var idi deyə gözün dibini müayinə edə bilmirdik. Artıq işimiz asan. Mirvari götürüldüyünə görə artıq göz dibini rahatçılıqla müayinə edə bilirik. Bəbəyə böyüdürük, göz dibinə baxırıq. Bəli, çox təəssüf ki, makulada problem var. Yəni, makulada sarı nöqtə deməkdir əslində. Azərbaycanca da elədir, sarı nöqtə. Makula hissəsi bizim gözün təxminən 500 mikronluq bir sahəsinin mərkəzi hissəsini tutur. Fokus nöqtəmizdir. Nə görürsək, gündüz görməmizin 90%-ni o makulanın hesabına görürük. 10%-i periferik görmədir. Əgər makulada zədələnmə varsa, makula zədələnmiş bir insan 10% civarında görər və gördükləri də keyfiyyətli görüntü deyil, əyri-üyrü görüntüdür. Dediyim kimi, əsas birinci yerdə rast gəlir makula distrofiya və belə bəzən olur, xəstələr gəlir, doktor filan kəs məni əməliyyat elədi, əməliyyat eləyəndən sonra mən əyri-üyrü görməyə başladım. Əməliyyatın yaxşı getmədiyini və ya həkimin onu yaxşı əməliyyat etmədiyini düşünür. Halbuki baxırsan, əməliyyatın gedişatında zərrə qədər bir problem yoxdur. Tamamilə fərqli bir mövzudur. Bəs məni əvvəlcədən niyə xəbərdar etmədi? Yəni, axı mirvari qabağını kəsmiş olur, həkim onu görə bilmir. Və hal-hazırda da dünyada elə bir müayinə metodu da yoxdur ki, ifrat yetirmiş kataraktalı bir gözlə gözün arxası haqqında AMD xəstəliyi haqqında məlumat verə biləcək bir müayinə olsun. Sən deyəsən ki, get bu müayinəndə olun, gətir, ona görə bilim. Belə olan hallarda çox təəssüf ki, əlbəttə ki, həkimlər də çox məyus olur, amma xəstələr bundan barışmaq məcburiyyətindədirlər. İkinci hal yenə də makulada olan hadisələr. Bu ola bilər, tromboz ola bilər, bu ola bilər, stresə bağlı SSR dediyimiz xəstəlik ola bilər. Elə ən çox yaşadığımız ikinci qrup, yəni əyri görmə mövzusu ikinci qrup SSR xəstələridir. Sentral serroz retinopatiya dediyimiz, xorioretinopatiya dediyimiz xəstəlikdir. Altında yatır stres. 80% halda stresə bağlı görmə mərkəzinin, makulanın ətrafındakı damarlarda maye sızması olur, makulanın strukturu dəyişmiş olur və təhrif olunmuş görmə, əyri-üyrü görmə olur. Yenə dediyim kimi, bu həm normal gedişatda əməliyyat olmayan gözlərdə də olur. Bəzən də eyni şəkildə kataraktası olan xəstə olur. Katarakt götürdükdən sonra məlum olur bu mövzu və ya ekzemer cavan adamdır, 40 yaş civarındadır. Ekzemer lazer olub, trifokal linzalar qoyulub, əməliyyat eləmişsən, bir ay keçib, hər şey qaydasında olub, bir ay, 2 aydan sonra bu hadisə baş verib. Doktor, ilk dəfə də başıma gəlir, heç əməliyyatdan qabaq belə bir hadisə olmamışdı, əməliyyatdan sonra oldu. Yəni, xəstələr bunu əməliyyata bağlayırlar. Halbuki bunun əməliyyatla heç bir əlaqəsi yoxdur, stresə bağlıdır. Yəni, o period əməliyyat olmasaydı da, stresdən bu hadisə baş verəsiydi. Əksər hallarda onlar toparlanır. Bir neçə ay içərisində, 3-4 ay içərisində sözə qulaq assalar, yenə yaralı yerimdir, sözə qulaq assalar, dediklərimizi yerinə getirsələr, 3-4 ay içərisində toparlanır. Travmalar olur, travma nəticəsində makula yırtığı olur, qansızma olur görmə mərkəzində, ona bağlı ola bilir. Çox nadir halda, iki halı da deyil, mövzu çox uzandı, çox nadir halda bir, katarakt əməliyyatı olundu, əməliyyatda problemlər oldu və ya əməliyyatda hər şey qaydasında oldu, xəstə travma aldı. Mirvari əməliyyatından sonra qoyulan linza yerini dəyişir, subluksasiya olur.
linza yerini dəyişdiyi zaman da elə əyri-üyrü görüntülər ortaya çıxa bilir. İkinci hal, ekzimer lazer, lasik metodunda əməliyyat oldu xəstə. Əməliyyatdan bir müddət sonra və ya qısa bir müddət sonra hər hansı bir səbəbdən ekzimer lazerdə biz flap qaldırırıq, bir qapaq qaldırırıq 120 mikronluq. O qapaq hər hansı bir səbəbdən oynamış olur, qırışmış olur. Bu qırışma da bəzən qamaşma, parıltılı görmə və əyri görmə kimi özünü göstərə bilir. Əslində, bəlkə daha da dərinləşdirmək olar, amma ana xəttəliklə bu dediyim qruplar əməliyyatdan sonra əyri görməyə səbəb olur. İstəsəniz bu əyri görməni düzəltmək olarmı, necə olar, onu da bir başqa videoda danışaq.